2026 elə gəlsin ki, 2025'te yaşadığımız bütün problemlərə gülək. Bir dəyişiklik olsun. Satan satanın qəlbin qırmasın. Satan satana ilişməsin. Kimsə kimisə küsümsəməsin. Elə gözəl gəlsin ki, bütün maddiyatdan əziyyət çəkənlərin evində o maddiyatsızlıq bir də hiss olunmasın. Əsil dostlar, əsil sevgilər, əsil insan kimi insanlar bir-birini tapsın. 25'te tanıdığı insanlara görə heç kim 26'da peşmançılıq hissi yaşamasın. Hamı o qədər sevinsin ki, sevinç göz yaşlarından hönkür-hönkür ağlasın. İşləməkdən, əziyyət çəkməkdən yorulan ayaqlarına hamı öz layiq olduğu zirvəyə qalxsın. Qonşu qonşuya, qohum qohuma, ümumiyyətlə də hamı bir-birinə isinsin bu il. Bütün xəstələrimiz şəfa ilə müjdələnsin. Hamının içində bir ümid var da, həmin o ümidlər 26'da işığızı tapsın. Millət olaraq hamı bir-biri ilə mehriban yaşasın və sonda Yaradanımız yaxşıları qorusun, pisləri də hidayət eləsin.